Salam, hörmətli izləyicilər. Azərbaycan dilindən mövzu izahlarımız davam edir. İlənin bağlayıcı, qoşma və şəkilçi kimi işlənmə məqamları. İlə bağlayıcı olanda və bağlayıcısı ilə əvəz etmək olur. Məsələn, kitab ilə qələm stolun üstündə idi. Yəni biz burada iləni və ilə əvəz edə bilərik. Kitab və qələm stolun üstündə idi. İlə işlənən cümlənin xəbəri cəmdə olarsa, ilə bağlayıcıdır. Məsələn, Anar ilə Aydın gəldilər. İlə qoşma olanda, ilə işlənən cümlənin xəbəri təkdə olarsa, ilə qoşmadır. Məsələn, Anar ilə Aydın gəldi. İlə qoşulan söz sadalanarsa qoşmadır. Məsələn, sən çıxdın qarşıma duzla, çörəklə. Sonra, iləni vasitə və birgə sözləri ilə əvəz edə biliriksə, qoşma olacaq. Məsələn, qardaşımla gedirəm, yəni qardaşımla birgə gedirəm. Qatarla gedirəm, yəni qatar vasitəsilə gedirəm. İlə şəkilçi olanda, zərf və feil düzəldən şəkilçi kimi işlənir. İlə qoşma və bağlayıcı kimi işləndikdə kim ilə, nə ilə suallarına cavab verir. Zərf düzəltdikdə necə, feil olanda isə nə etmək sualına cavab verir. Məsələn, sürətlə gedir, necə, sürətlə. Zərf olacaq. Tapşırıqları işlə, nə et, işlə, feil olacaq. Həmin bu dediklərimizi cədvəl formasında tərtib etmişik. Daha aydın olsun deyə bir daha buna nəzər yetirək. Biz dedik ki, ilə, bağlayıcı, qoşma və şəkilçi kimi işlənə bilir. İlə bağlayıcı kimi işləndikdə biz onu və ilə əvəz edə bilirik. Nümunəyə diqqət yetirək. Gecə ilə gündüz, günəş ilə ay onun dəlillərindəndir. Əgər siz ona ibadət edirsinizsə, onda günəşə və aya səzdə etməyin. Onları yaradan Allaha səzdə edin. Quran-ı Kərimdən Fussilet surəsi 37-ci ayədən nümunə gətirmişik. Burada diqqət yetirirsinizsə, gecə ilə gündüz, burada biz iləni və ilə əvəz edə bilərik. Gecə və gündüz, günəş və ay onun dəlillərindəndir. Deməli, bu məqamda bağlayıcı olacaq. Sonra, ilə qoşma olanda, biz dedik ki, qoşma kimi işlənəndə birgəlik və vasitə bildirəcək. Məsələn, qardaşımla gedirəm, yəni qardaşımla birgə gedirəm, qələmlə yazıram. Yəni, qələm vasitəsilə yazıram, qatarla gedirəm, yəni qatar vasitəsilə gedirəm. Sonra, şəkilçi olanda, feil və zərf düzəldən şəkilçi kimi işlənir. Məsələn, başlamaq, işləmək, yəni burada lə şəkilçi kimi işləndi və bitişik yazıldı. Zərf düzəldəndə ürəklə, qəzəblə, sürətlə. Həmçinin burada bir məqama diqqət yetirək. Biz dedik ki, bağlayıcı olanda iləni və ilə əvəz edə bildik. Qoşma olanda isə birgəlik və vasitə bildirdi. Bəzi nümunələrimiz var ki, burada baxmayaraq ki, biz iləni və ilə əvəz edə bilirik, amma yenə qoşma olaraq qalacaq. Bunlar hansılardır? Baxaq. Sən çıxdın qarşıma duzla, çörəklə. Burada biz sən çıxdın qarşıma duz və çörəklə kimi deyə bilərik. Amma biz dedik ki, təkrarlanarsa bu zaman qoşma olacaq. Yəni, burada diqqət eləyirik, burada bağlayıcı yox, qoşma olur. Sonra,
Əli ilə Həsən gəldi. Biz bura Əli və Həsən gəldi şəklində də tələffüz etsək, yenə səhv olacaq. Çünki biz dedik ki, əgər xəbər təkdə olarsa, qoşma olacaq, cəmdə olarsa, bağlayıcı olacaq. Yəni, cəmdə olanda Əli və Həsən həmcins mübtədalar olacaq. Yəni, bu məqamlara diqqət edirik. Yəni, baxmayaraq ki, biz duzla və çörəklə Əli və Həsən deyə bunları tələffüz edə bilirik, amma burada qaydalarımıza görə qoşma olacaq. Bu günlük bu qədər. Növbəti izahlarda görüşənə qədər.